Blokadadan çıxma səbəbimiz Azərbaycandır. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Bugün 23 oktyabr tarixidir və Gündəm xəbərinin efirindən bir xəbəri diqqətinizə çatdırırıq. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə illərlə davam edən blokadadan tədricən çıxmağa başlayıb. Paşinyanın sözlərinə görə bu nəticəyə gəlməsinə səbəb isə məhz Azərbaycanın Ermənistan istiqamətində məhz tranzit məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı verilən qərardır. Yaxın vaxtlarda iqtisadiyyatımızın strukturunda ciddi dəyişikliklər baş verəcək. Artıq 2 gündür ki, Azərbaycan Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırdığını elan edib. Bu çox vacib qərardır. Və bu göstərir ki, Vaşinqton bəyannaməsi əldə olunan razılaşmalar nəticəsində bu sadəcə sənəd və kağız üzərində deyil, konkret nəticələr verən real bir prosesdir, deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.